Herkese salam və kanalıma xoş gəlmisiniz. Sizi kanalımda görməyə çox şadım. Bildiyiniz kimi bizdə artıq tətil başladı və uşaqlar evdədir. Bir tərəfdən çox yaxşıdır. Mən heç yerə tələsmirəm. Sakitcə, rahatca evimi yığışdırıram, gah həyətə düşürəm. Biraz orada qurdalanıram, ot təmizləyirəm, toyuqlarıma baxıram, gülləri sulayıram belə. Bir tərəfdən yaxşıdır, bir tərəfdən isə onlar hər dəfə nəsə yemək istəyirlər, nəsə atışdırmaq istəyirlər. Və elə çıxır ki, mən bütün günü mətbəxdəyəm. Hamını yedizdirirsən, içizdirirsən, mətbəxi səliqəyə salırsan və istirahət eləmək istəyən zaman uşaqlar soruşurlar atışdırmalı nə var və təzədən mətbəxə qayıdırsan. Əgər sizdə də belədirsə, onda mütləq mənə yazın, məni biraz sakitləşdirin, çünki artıq mən narahat olmağa başlayıram. Uşaqlar çox aktivdir, maşallah, göz dəyməsin. Bütün günü nəsə iş görürlər, fırlanırlar. Bir yerdə, yəni durmurlar. Gah həyətə gedirlər, orada oynayırlar, gah evə qalxırlar. Bizdə misal üçün telefonda oturmağa belə bir şey problem deyil. Yəni mən onunla əziyyət çəkmirəm. Onlar gün ərzində bəlkə də hamısını hesablasan, bəlkə də 1 saat oturub baxırlar. Və ona görə mən telefon barədə əziyyət çəkmirəm. Bilirəm ki, çox valideynlər bu telefon adını eşidəndə çox əsəbi olurlar. Uşaqların əlindən necə götürməyini bilmirlər və hamıdan məsləhət almaq istəyirlər. Bizdə çox şükür ki, belə bir problem deyil. Bəlkə də mənim uşaqlarım öyrəşiblər, çünki bizdə evdə bir qanun var idi. Telefonu uşaqların əlindən alırdım və ancaq axşam yatmağa 1-2 saat qalmış onda icazə verirdim baxmağa. Onda da biraz qurdalanırlar, ideya götürürlər və yenə də fikir verirəm ki, telefonu qoyurlar qırağa, başqa bir işlə məşğul olurlar. Ya şəkil çəkirlər, ya da ki, oturub hansısa bir iqra oynayırlar. Hər ad günündə ya da ki, hansısa bir bayramlarda uşaqlara oyun alıram və onlar bu oyunu maraqla oynayırlar. O da bir müddət oynayırlar, sonra bezirlər və qoyurlar şkafa. Yəni bizim evdə xeyli oyunlar var. İndi hansı ki çoxdan oynamırdılar, çıxardırlar, otururlar, oynayırlar. Arada mən də yoldaşımla qoşuluruq oyuna, çünki gediş çox maraqlı olur deyə bizi də cəlb eləyir və biz də otururuq, bunlarla birlikdə oynayırıq. Yəni ki, demək istəyirəm, bütün gün uşaqlar hərəkətdə olurlar, bəlkə də ona görə acırlar, həm də ki, böyüyürlər. İndi keçid dövrünü yaşayırıq uşaqlarda, ona görə eşitmişdim ki, bir psixoloq danışırdı ki, uşaqlar keçid dövrü yaşayanda onlar yeməyi çox istəyirlər. Bu arada yeni izləyicilərdən bir xahişim var, kanalıma dəstək olmaq üçün abunə olun, rəy bölməsinə bir dənə smailik saxlamağa və like eləməyə unutmayın. Çünki hər bir elədiyiniz hərəkət mənim videomu qabağa çəkir. Çoxlu video görmək istəyirsinizsə, onda məni həvəsləndirməlisiniz. Öz abunə ilə, öz like'larla və gözəl rəylərinizlə. Əslində sizin yazdığınız bütün rəyləri oxuyuram və çox xoşdur mənə, çünki siz çox gözəl sözlər yazırsınız. Bir insanı görmədən, tanımadan ona gözəl sözlər yazmaq, bu bilirsiniz nədir? Bu odur ki, sizin ürəyiniz çox yumuşaqdır, çox ürək açıqsınız. Artıq 2 ildir ki, mən necə Azərbaycan dilində olan kanalı açmışam və bu 2 il ərzində sizə deyim ki, bir dənə məndə hater yox idi. Bir pis rəy yazsın, nə bilim, bir pis söz yazsın, belə bir şey məndə olmayıb və həqiqətən də bu çox sevindirici bir haldır. Çünki rus dilində olan kanalım elə ilk gündən mənə pis rəylər yazan olmuşdu. Hətta indiyənə kimi də yazırlar. 1-2 nəfəri artıq tanıyıram. Üzdən yox, onların profilindən tanıyıram. Hər dəfə mənə pis rəy yazır. Hər bir vlogun altında pis rəy yazır. Amma inanın ki, yenə də mənim vloqlarıma baxır. Hər dəfə deyir ki, "Vəsə, abunədən çıxmışam, bir də sənə baxmayacağam, amma növbəti vloqda yəqin ki, unudub da ki, bu sözü yazıb. Təzədən mənə bir rəy yazır, amma yenə də pis rəy yazır." Çox qəribə insanlar var, amma yaxşı insanlar da var. Artıq onları da tanıyıram, çünki neçə ildir birlikdə biz bölüşürük, onlar da öz həyatından bölüşürlər, mən də bölüşürəm və belə tanış olmuşuq. Yaxşı insanlar da var, amma hardasa bir 10% var orada məndə pis rəylər yazan. Amma bu kanalda, ideal kanalımda bir dənə haterim yoxdur. Binəqədin mərkəzində soruşmuşdunuz ki, hansı tərəfdə lavaş satılır. Baxın, görürsünüz, bu asarti dükandır, bu da aptek.
Bir de burada kişi oturup orada. Çok çekmeyeyim. Cemaat elə bilir ki, onları çəkirəm. Gösterdim. Bakın bu 179 nömrəli məktəb. Burada asarti. Bu pişxodun üstündən keçirsiniz və düz burada küncdə, o budkanın yanında. Göstərim sizə tez bazar nələr almışdım mən. Deməli burada Binəqədidə Aptavoy dükan var. Biraz Aptavoydan almışam. Biraz adi dükanda, biraz da meyvə tərəvəz yerlərdən aldım. Və sizə indi tez göstərim. Birinci göstərim Aptavoyda nələr almışdım. Nescafe belə götürdüm. Bir paçka 4 manat 30 qəpiyə, yoxsa 4 manat 50 qəpiyə olmuşdu. Bir paçkası içində deməli 20 dənədir. Çox sərf eləyir. Dükanda bir dənəsi 50 qəpiyə, yoxsa 45 qəpiyədir, amma bu belə bir dənəsi 25 qəpiyə düşür. Sonra bir paçka belə uşaqlara keks götürmüşəm. Bunu məktəbə aparmaq üçün. Düzdür, hər gün bunu verməyəcəm. Arada misal üçün evdə nəsə olmayanda onda bu keksdən sumkalarına qoya biləcəm. Belə. Bir də uşaqlara konteyner hazırlayanda hər dəfə dükandan nəsə maraqlı bir şey istəyirlər və dükana girməmək üçün bunlara belə bir keks götürmüşəm. Sonra Aptavoyda belə Oreo yarım kiloluq götürdüm. Bu 4 manat 50 qəpiyədir yarım kilosu. Kilosu 9 manata düşür. Dükanda indi bu dəqiqə Oreo qiyməti çox bahalaşıb. 13-14 manatadır deyəsə də dəqiq bilmirəm. Çünki bu konfet tərəfə çoxdandır keçmirəm. Qiymətləri unutmuşam. Belə yarım kilo şokolad götürdüm. Bir de burada yumru düyüdür. Yumru düyü de biraz çok götürmüşəm. Çünkü tez-tez dükana getməyim deyə, yumru düyü dükanlarda baha olur deyə mən Aptavoydan götürmüşəm. Belə. Sonra adi dükanda nə götürmüşəm? Belə kərə yağı götürdüm. Məndə əslində var idi. Mən zabas götürmüşəm. Qoy olsun. İndirimdə olmuşdu deyə ona görə indi götürmüşəm. Bir de belə 2 dənə yaşqinə götürdüm. Bunu yoldaşım çox xoşlayır. Onunla birlikdə dükana gedəndə hər dəfə imенно bundan axtarır, amma axırı vaxtları heç nəsə gözümüzə sataşmır və ona görə indi gördüm və götürdüm 2 dənə. Çünki o xoşlayır. Axşam qəşəng bir dənə təzə çay hazırlayacağam və yoldaşımla birlikdə oturub yeyəcəyik. Mən arada şirniyyat yeyirəm. Əvvəl heç yemirdim, özümə qadağa qoyurdum. Amma indi arada ürəyim istəyir deyə, hər gün yox düzdür, amma arada yeyirəm. Çox da yox. Misal üçün əvvəllər bir krujka çayla 2-3 dənə şokoladla içərdim, amma indi şokolad vəbşi yemirəm. Amma evdə belə şeylər olanda bir dənəsini özümə icazə verirəm. Çünki 5 gün dünyadır. Niyə ki özümə qadağa qoyum? Məni onsuz da belə də bəyənirlər. Qoy belə olum. Nəysə. Sonra çayla içməyə biraz xurma götürdüm. Biraz belə quru meyvələr götürmüşəm. Bu iri formasındadır. Deməli 2 cür olur. Lap xırda var. Bir də biraz iri. Bu iridəndir. Qiyməti 13 manataydı. Xırda qiyməti 8 manataydı. Lap xırdadır. Rahat deyil çayla içməyə. Amma bu iridir. Bu qəşəngdir. Sonra 1 kilo semiçka götürdüm. Bir dənə 1 manatlıq lavaş götürdüm. Bu arada sizə göstərdim harda mən alıram. Yəqin ki belə başa düşdünüzdə hansı tərəfdədir. 2 dənə təndir çörəyi götürmüşəm. Bu isə meyvə tərəvəz dükanda aldım. Mandarinla feyxua. Hərəsindən biraz götürmüşəm. İkisini bir kuloka attım. Çünki qiyməti eyni idi. 1 manata. Birini artıq yolda yemişik mandarini. Və burada göyərtidir. Hərəsindən biraz götürdüm. Keşnişdir, şüyüddür, şomudur, belə. Nə hazırlayacağım hələ ki bilmirəm, amma yəqin keşnişlə şüyüdü yuyacağam, xırda doğrayıb buzluğa atacağım. Çünki buzluqda məndə həmişə doğramış göyərti olur. İndi bu dəqiqə yoxdur, bitib. Nəysə belə. Bu qədər produkt aldım. Çalışıram gec-gec dükana gedim. Dünən misal üçün heç getməmişdim. Bugün çıxdım və belə. Az almağa çalışıram, amma bu qədər rasxod elədim. Düzdür, bunlar hamısı bir günün içində bitməyəcək. Xeyli işlədəcəm, tutaq ki, düyü, hardasa 2-3 ay işlədəcəm 100%. Sonra yağdır, onu da işlədəcəm. Soyuducuda məndə hələ ki var. Bunu elə belə aldım zapasam. Və belə. Nəsə indi bunları hamısını yerinə yığım və başqa işlərlə məşğul olum. Bugün bizim menümüzdə gürcü xəng gəldi.
qızlarla birlikdə bunları qəşəng bükdük. Qurtardım. Sizə çəkmədim çünki bu yaxınlarda göstərmişdim necə eləyirik. Ona görə dedim bezdirici olmasın və ona görə çəkmədim. Hazır olan vəziyyəti sizə göstərdim. Belə. Bu bu ikinci hissədir. Birinci hissə artıq qaynayır burdan. Demək olar ki, почти hazırdır. Biraz qalıb. Mən nəzarət edirəm, qızlar isə süfrəni bəzəyirlər. İndi biz oturub qəşəng bəhbəhlə yeyəcəyik. Bu dəfə biraz iri düzəltmişəm ki, biraz tez qutaraq işimizi. Belə. Nəysə, çıxardım. Bizə nuş olsun və sizə də əgər yeməyinizi yeyirsiniz, sizə də nuş olsun. Deməli, belə padlivka hazırlamışam. Bu farşdır. Soğan, farş və göyərti, duz, istiot və salam. Nə edəcəm? Səhər deməli blinçik hazırlamışdım. Bu qədər məndə qaldı. Xeyli qaldı. Və sabaha qalsa heç kim bunu yeməyəcək. Xarab ola bilər və hayıfdır. Ona görə belə naçinka hazırladım. İndi tez bazar bu blinçikləri naçinkaya bükəcəm. Və все. Qoyacağım soyuducuya ya da ki buzluğa. Lazım olanda nəsə belə atışdırmalı bir şey istəyəndə onda çıxardacağım. İki tərəfdən yağda qızardıb və qəşəng yeyəcəyik. Belə xoşlayırıq iki tərəfdən yağda qızardandan. Bunu elə belə bükəndə də elə də qəşəng dadı gəlmirdi. Amma yağda qızardanda lap qəşəng olur. Belə. Nəysə vaxtımı itirməyim. Tez bazar bunu hazırlayım. Blinçikama baxın. Görün necə qəşəngdir blinçik. Bugün çox blinçik hazırlamışdım. Bəlkə də bu qədər olardı. Xeyli blinçik hazırlamışdım bugün. Belə nəysə, az danışım, iş görüm. Belə atışdırmalı yeməklər, aralıq yeməklər hazırlamağı çox xoşlayıram. Çünki bu həqiqətən də kömək edir. Misal üçün bayaq dediyim kimi uşaqlar nəsə arada yemək istəyəndə belə şeyləri atışdırmalı hazır olan yeməkləri qoyuram soyuducuya və uşaqlar oradan götürürlər. İstədiyi qədər yağda qızardılar hər iki tərəfdən və yeyirlər. İstər lavaşda, istər belə blinçikda eləyirəm. Naçinka cürbəcür olur məndə. Misal üçün hazır farş evdə olmayanda onda toyuğu götürürəm, filet, onu bişirirəm, sonra didirəm, içinə soğanı qızardıram ya da ki göyərti xırda doğrayıram, əlavə eləyirəm və ya lavaşda yenə də ya da ki blinçikdə bükürəm. Ya da ki, misal üçün heç toyuq da olmur, farşım olmur, heç bir şey ətlə olan bir şey yoxdur. Onda göyərtindən şor qarışdırıram və bunu eləyirəm naçinka. Yəni naçinka cürbəcür ola bilər. Evdə nə varsa, soyuducuda nə varsa onu qatıram və uşaqlar qəşəng bunu yeyirlər. Özüm də xoşlayıram. Elə olur ki, misal üçün harasa gedirəm, bir işin dalınca evə gələndə evdə nəsə hazır yemək olmur, amma belə hazır atışdırmalı şeylər olanda tez onu isidirəm ya da ki mikrovalnovkaya qoyuram, isidirəm və qəşəng çayla çox ləzzətli olur. Nəysə hazırladım, hamısını bir tarelka yığacağam və qoyacağam soyuducuya. Lazım olanda çıxardıb isidib yeyəcəyik. Burada artıq sizinlə sağollaşmalıyam. Ümid edirəm ki, videonun sonuna kimi baxmısınız. Nə də bayaq dediyim kimi kanalıma dəstək olmaq üçün abunə olun. Bir smaylik saxlayın və like eləməyə unutmayın. Mən isə öz tərəfimdən hər birinizə can sağlığı arzulayıram. Növbəti vlogda görüşənədək. Hələlik.